Tarot bir faldırmı? Xeyr, değil. Bəs onda insanlar niyə ilk olaraq gələcəyini soruşur? Niyə suallar həmişə eynidir? Məni sevirmi? Yenidən dönəcəkmi? İş tapacağammı? Pul qazanacağammı? Bu iş uğurlu olacaqmı? Bu gün biraz rahatsız edici bir mövzudan bəhs edəcəyəm. Belə bir seriyaya başlamağa qərar verdim. Adına da Tarot deyə bir adlandırma etdim. Burada daha çox söhbət və müzakirə havasında keçəcək. Xüsusilə üzərində danışmaq, sizinlə bölüşmək və sizin də daxil olmağınızı istədiyim mövzuları bu şəkildə biraz podkast havasında verməyə çalışacağam. Və mövzumuz təbii ki, faldır. İndi bunu çox detallı bir şəkildə dəyərləndirəcəyik bu verilişdə, bu videoda. Əslində vəziyyət biraz belə olacaq. Əminəm ki, səhifəmi izləyən, kanalımı izləyən, bu mövzuya maraqlı olan hər kəs, xeyr, tarot bir fal deyil, bir bilinçaltı oxumasıdır deyəcək. Ki, mən də bunu müdafiə edən və deyən kişilərdənəm. Amma məsələyə biraz daha dərindən baxdığımızda, işin elə də belə olmadığını görə bilirik. Hətta bu özümüzdə belə var. Mən də özümü bu qrupun içərisinə daxil edə bilərəm. Yəni bir şəkildə tarotu əslində gələcəkdən xəbər almaq üçün istifadə edirik. Bəli, bilinçaltımızı görməyə çalışırıq. Seçənəklərimizi müəyyənləşdirməyə çalışırıq. Amma bir nöqtədə hər zaman bir fal, yəni gələcəkdən məlumat alma durumu da söz mövzusudur. Bunun üzərində danışacağıq, çox detallı danışacağıq. İndidən deyim, video biraz uzun ola bilər. Birbaşa mövzumuza keçək. İndi ilk öncə bu fal dediyimiz anlayışa biraz daha dərindən bir baxaq istəyirəm. Çünki gəlib keçici bir şey kimi fal deyib keçirik, amma əslində təməli çox möhkəm bir keçmişə dayanır. İnsanoğlu özünü bildiyindən, şuur anlayışı meydana gəldiyindən bəri hər zaman gələcəyə dair bir maraq duydu, xüsusilə də öz gələcəyinə. Qeyri-müəyyənlik daima bizi narahat etdi və bu qeyri-müəyyənliyi aradan qaldırmaq üçün az qala hər mədəniyyətdə müxtəlif vasitələrə müraciət etdik. Bu elə bir sistemdir ki, bu günümüzə qədər hələ də davam edir. Məsələn, Antik Romada auquri quşları deyə bir kəhanət vasitəsi vardı və bu quşların hərəkətlərindən kəhanətlər çıxarılırdı. Çində irin-çing istifadə edilirdi. Türk mədəniyyətində, yəni bizim mədəniyyətimizdə qəhvə falı hələ də çox dərinlərdə bir yerdədir. Buna inanıb-inanmama kimi bir durum da yoxdur əslində, amma mədəniyyətimizdə olan bir şeydir. Afrikada hələ də sümük falı baxılır. Skandinaviyalılarda, xüsusilə Vikinglərdə runik daşlardan kəhanətlər çıxarılırdı. Və bu, dediyim kimi, keçmişin ən qaranlıq, ən uzaq tarixlərindən indiyə qədər hələ də davam edən bir sistemdir. Bunların ortaq məqsədi insanların həyatlarındakı qeyri-müəyyənliyi yox etmə və ya azaltma çabası deyə bilərəm. Beləliklə sistem, hazırda fal deyə baxdığımızda biraz belə ola bilir, daha aşağı səviyyəli bir mədəniyyətin məhsulu kimi dayana bilir. Amma indi sistem dəyişdi. Fal demirik də, kəhanət deyirik. Nə bilim, daha fərqli adlar tapırıq. Zaten o söz vardır da, kasıb aldadır, zəngin qadağan eşq yaşayır kimi. Əslində bu günümüzdə də biraz baxdığımızda bunu görə bilirik. Yəni fal demirik də, kəhanət deyirik, astrologiya deyirik. Bu arada astrologiyanı sadəcə bir ad olaraq istifadə etdim. Sistemdən bəhs etmirəm. Bu gün o mövzuya çox girməyəcəyəm. Amma bir şəkildə adını dəyişdirib, o sixolastik düşüncədən uzaqlaşdırmağa çalışırıq. Və bu keçmişdə də belə idi. Məsələn, Osmanlıda münəccim başı deyə bir şey vardı. Bu şəxs əslində bir astronom idi. Ulduzları izləyən, planetləri izləyən, səmada müşahidə aparan, elmi araşdırmalar edən birisi idi. Amma münəccim başı olaraq keçirdi. Çünki bu məlumatları istifadə edib, o da bir kəhanət çıxarırdı. İndi buradakı fal hissəsi belədir. Əslində tam olaraq gələcəyi görmək heç bir cəmiyyətdə yer etmiş bir şey deyil. Cəmiyyətlər buna həmişə bir ön mühakimə ilə yanaşıblar. Amma gələcəyə dair kəhanətlər çıxarmaq, yəni seçənəklər müəyyən etmək, insanlara hər zaman daha asan gəlib. Daha doğrusu, öyrəşilə bilən bir şey gəlib və cəmiyyət hər zaman bunu qəbul edib. Yəni birbaşa gələcəkdə bu olacaq deyil də, gələcəkdə bu ola bilər hissəsi hər zaman daha çox maraq çəkib. Və bu, yenə dediyim kimi, keçmiş zamanlardan bəri davamlı istifadə edilən bir sistemdir. İndi burada bir ayrımı dəqiq bir şəkildə etməyimiz lazımdır. Az öncə dediyim mövzuya əsasən. Gələcəyi görmək və gələcəyi təxmin etmək. Bu ikisi arasında çox ciddi bir fərq var. Gələcəyi görmək dediyimiz hissə, o sixolastik düşüncələrə çox fazla bağdaşdırılan və sosiomədəni olaraq daha aşağı səviyyəli bir kəsimin inandığı düşünülən bir sistemdir əslində. Və bu, keçmişdə də daxil olmaqla bir çox cəmiyyət və mədəniyyət tərəfindən qəbul görməmiş bir şeydir. İstifadə edildi mütləq, hətta çox fazla istifadə edildi, amma qəbul görmə nisbəti biraz daha aşağı idi. Təxmin etmə hissəsində isə işlər biraz dəyişir. Gələcəyi görmək tək bir sabit fikir üzərində fokuslanar.
Yəni insanların önündə bir gələcək vardır və bu gələcək dəqiqdir, dəyişməzdir. Nə olursa olsun, nə edirsinizsə edin, siz o gələcəyi yaşayacaqsınız. Beləliklə burada fal ya da gələcəyi görmə hissəsi bir şəxs fal baxaraq və ya bir şeylər edərək sizin dəyişməz olan gələcəyinizi görər. İkincisi isə gələcəyi təxmin etməkdir. Burada işlər çox qarışır, çünki elm də bu mövzunun içərisinə daxil olur. Çünki burada ehtimallar var, seçimlər var, davranışlar var. Hətta bu mövzu ilə əlaqədar sizə 3 fərqli hadisədən, 3 fərqli hekayədən bəhs edəcəyəm. Əslində hekayə deməyək, amma zehninizdə aydınlanması üçün bir neçə durumdan bəhs edəcəyəm. Keçmiş yazı və təlimlərimdən də danışdığım bir ovçu hekayəsi var. Tarotdan bəhs edirəm təbii ki indi. Tarot, bir ovçunun meşədə torpağa nəzarət etməsidir, deyə bir durum var. Burada durum nədir? Təcrübəli bir ovçu torpağa nəzarət edərək gələcəyə dair kəhanətlərdə buluna bilir. Torpağa baxır, nəyin nə olduğunu görür. Tamamilə uydururam indi. Az sonra yağış yağacaq deyə bilir. Ya da torpağa nəzarət edib orada bir ayaq izi görür. İrəlidə vəhşi bir heyvanla qarşılaşa bilərəm kimi təxminlərdə bulunur. Bunlar boş təxminlərdirmi? Xeyr, deyil. Əlində bir məlumat, bir müşahidə var. Eyni şəkildə çox daha gözəl bir nümunə. Yazı turayı düşünə bilərsiniz. Yazı tura atdığınızda çox sadə bir sistem. Pulu atarsınız, ya yazı gələr, ya da tura. Siz əslində hər bu əməliyyatı etdiyinizdə gələcəyə dair bir kəhanətdə bulunursunuz. Yəni mənim əlimdə bir pul var və hiss edirəm ki, yazı gələcək deyirsiniz və əslində gələcəyi təxmin edirsiniz. Yaxşı, bəs gələcəkdə nə var? 2 dənə seçənək var. Ya yazı gələcək, ya da tura. Və siz 50% ehtimalla bir kəhanətdə bulunursunuz. Bunun 50% olmasının da bir səbəbi var. Çünki əlinizdə sadəcə 2 məlumat var. Ya yazı, ya tura. Dik gəlməz dostlar. Əminəm bir çoxunuzun başına gəlib. Dik gəlmək kimi bir durum söz mövzusu deyil. Normal şərtlərdə, normal bir müstəvidə havaya atdığınız bir pul əsla dik gəlməz. Nəysə, bunu keçirəm. Burada durum bunu təxmin etməkdir. Amma belə bir durum var. Məsələn, məlumatınızı artırsanız, əlimizdə tək bir məlumat var. Bu pul ya yazı gələcək, ya tura. Amma mən o pulun ağırlığını bilirəmsə, şəxsin o pula vuruş sürətini bilirəmsə, mühitdəki sıxlığı, havanı, onu bunu bilirəmsə, o 50% olan şansımı daha da artıra bilərəm. Yəni yazı tura deyəcəyim zaman lazımi hesablamaları edib 50% 50% deyil, bu pul 70% ehtimalla yazı gələcək, 30% ehtimalla tura gələcək deyə bilərəm. Yəni burada məlumat artdıqca gələcəyi təxmin etmə qabiliyyətimiz də artır və bunu az qala hər şeydə istifadə edə bilərsiniz. Məsələn, meteorologiyanı nümunə göstərə bilərəm. Hava müşahidələri edilir və təxminlər irəli sürülür. Yəni niyə? Meteorologiya gələcəyi görmür, amma əslində meteorologiyada bir növ fal baxır. Sadəcə əlindəki elmi məlumatları istifadə edərək baxır deyək. Təbii ki, hər zaman doğru olacaq deyə bir şey yoxdur. Qar yağacaq deyir, yağmaz. Amma yağma ehtimalı çox daha güclüdür. Niyə? Müşahidələrə dayalı bir təxmin də bulunur və bu təxmin olduqca doğru bir yerdən gəlir. İndi bu ayrım etdiyimizdə tarotla bağdaşdırma hissəsi də bir tık daha asan ola bilər bizim üçün. İndi də bu mövzu ilə əlaqədar tarot və ezoterik tarot anlayışlarına çox qısa bir nəzər yetirəcəyəm. Tarot əslində bizim bildiyimiz faldır. Yəni çox köhnələrdən, 1400-lərdən bəri gələn fal. Ezoterik isə biraz daha müasir bir anlayışdır və ezoterik tarot dediyimizdə fal kimi deyil, amma insanın özünü tanıması, bilinçaltını görməsi, özünü inkişaf etdirməsi üzərinə edilən bir sistem ya da buna verilən bir ad deyə bilərəm. Yəni burada da işlər biraz qarışır. Çünki ezoterik tarot hər nə qədər gələcək haqqında bir şey söyləməkdən uzaq dursa da, mütləq soruşulur. Və bu sualın içərisində gələcəyə dair bir şeylər də söyləyir, söyləməsi lazımdır. Zaten bu sistem bu şəkildə irəliləyir əslində. Normal fal dediyimiz yerdə, məsələn bir tarot sualı, bu şəxs geri dönəcəkmi? Məni sevirmi? Bu iş olacaqmı? Mən bu işdən pul qazanacağammı kimi ikən, ezoterik tarotda suallar bir tık daha, bu iş mənə yaxşı gəlirmi? Bu münasibət mənə nə qazandırır? Mən öz yolumu daha yaxşı hala gətirmək üçün nə edə bilərəm kimi suallarla formalaşır. İndi mən bunu edin ya da bunu etməyin demək istəmirəm. Amma ikisini ortaq bir şəkildə istifadə etdiyimizdə tarotun çox daha köməkçi olacağını düşünürəm. Bəli, indi faldan bəhs etdik. Gələcəyi görmək və gələcəyi təxmin etməkdən bəhs etdik. Ezoterik anlayışa kiçik bir giriş etdik. İndi bu danışdıqlarımın hamısını yekunlaşdıraq və tarot bunun harasındadır sualına bir cavab tapmağa çalışaq. İlk öncə belə bir şeydən bəhs etmək istəyirəm. Bunu edən şəxslərə bir hörmətsizlik olaraq anlamayaq lütfən. Amma bir gerçək var. Xüsusilə sosial mediada çox fazla görürük. Tarix verdim tutdu. Bunu dedim oldu. Onu dedim gerçəkləşdi kimi geri dönüşlər olur. Siz də bunları görürsünüz.
"Aa, bax, hər şeyi bilir. Mesajlar var burada." deyirsiniz. Təbii ki, burada bir cazibə də olur. Demək ki, mənim də bu şəxsə bir açılım etdirməyim lazımdır kimi bir durum söz mövzusudur. Amma bunların çoxunda çox qeyri-bərabər bir durum var. Belə deyim, şəxs 10 nəfərə açılım edir, bunu özünüzə də uyğunlaşdıra bilərsiniz. Bu 10 nəfərdən geri dönüş istəyir ya da özləri geri dönüş edir. Bunda bir problem yoxdur. 10 nəfərdən tutaq ki, 3-dən 4-ə qədər nəfəri çox gözəl bir açılımdır. Bunu dediniz, bildiniz, gerçəkləşdi deyir. Amma geri dönüş etməyən 6-dan 7-yə qədər nəfər çox böyük bir ehtimalla o təsiri ala bilməyibdir. Və belə düşünün. Siz də məmnun qalmadığınız bir açılımla əlaqədar o şəxsə gedib, mən sənin etdiyin açılımdan heç məmnun qalmadım. Dediklərinin heç bir əlaqəsi yox idi kimi bir geri dönüş etmirsiniz. Etsək belə, bu şəxs gedib bunu hekayəsində paylaşmaz, göstərməz. Beləliklə cəmdə baxdığımızda 1, 2, 3 nəfərin geri dönüşünü əsas alıb sosial mediada paylaşıldığında bu 100% bilindiyi mənasına gəlmir. Amma biz vitrində onu gördüyümüz üçün bizə daha inandırıcı gəlir. Yanlış anlamayın lütfən. Bunu edənlər yalançı, fırıldaqçı deyil. Bu, biraz doğru olan şeyin gəlməsi və insanlarla paylaşılmasından qaynaqlanır. Zaten tarot içərisində normal olan şey də budur. Heç bir zaman gedib də 10 nəfərə açılım etdiyinizdə onu da məmnun edə bilməzsiniz. Və onsuz da az öncə dediyim, gələcəyi görmək hadisəsi var axı. Bunun mümkünatı yoxdur. 10 nəfərə baxdığınızda 10 nəfərin də gələcəyini görə bilməzsiniz. Bu, bambaşqa bir qabiliyyətin məhsuludur. Bunu edə bilirsinizsə, onsuz da çox daha fərqli yerlərdə olmağınız lazımdır. Beləliklə, bütün danışdıqlarımı ifadə etdiyimizdə, tarot heç bir zaman gələcəyi qəti olaraq göstərən tərəfdə deyil. Bəs tarot harasındadır? Tarot, o başda göstərdiyim ovçu hekayəsi ya da yazı tura hadisəsi. Məsələn, yazı tura atarkən nə dedik? Əgər ki, o pulun ağırlığını, mühitdəki havanı, sıxlığı, o pula tətbiq olunan gücü bilirsinizsə, yazı və ya tura gəlmə ehtimalını bilmə şansınız yüksəlir. Əslində tarotu da belə düşünə bilirsiniz. Bir şəkildə arketiplər ortaya çıxır və siz o məlumatları fərqində olmadan, dediyim kimi, bunun elmi bir tərəfi də yoxdur. Bir şəkildə hiss edə bilirsiniz və sizə gələcəyə dair ssenarilər çıxara bilir. Bax, bu ola bilər, bu ola bilər. Bu yolu seçsən, belə bir şey ola bilər. O yolu seçsən, belə bir şey ola bilər kimi. Amma bunların heç biri bunu yaşayacaqsan və ya bunu yaşayacaqsan kimi bir yerdə birləşmir. Birləşə bilməz də. Heç kimə də belə bir şey söyləyə bilməzsiniz. Amma dediyim kimi, bunu bir xəbərdarlıq olaraq istifadə edə bilərsiniz. İşte burada o fal hissəsindən ayrılır. Yəni gələcəyi birbaşa görməzsiniz, amma gələcəyə yönəlik təxminlərdə buluna bilərsiniz. Və bunu bilmədiyimiz, məna verə bilmədiyimiz, mənalandıra bilmədiyimiz bir güc, bir enerji, hər nədirsə, bizə təmin edir ola bilər. Və təbii ki, burada bir inanc anlayışı söz mövzusudur. Elmdən tamamilə ayrılır. Siz bunun belə olduğuna inanırsınız ya da hiss edirsiniz. Bu hisslərinizə inanırsınız və bunu istifadə edib bir nəticə, bir kəhanət ortaya çıxara bilirsiniz. Amma buradakı əsas məsələ, əvvəldən bəri dediyim kimi, tarotun fal hissəsində gələcəyi dəqiq olaraq gördüyü iddialarımız burada. Elə bir durum, elə bir şey qətiyyən yoxdur. Və işdə ezoterizm. Bu ikisini birləşdirdiyimizdə, tarotun fal və ezoterizm hissəsini birləşdirdiyimizdə, ortaya çox daha gözəl, çox daha mənalı və bizi çox daha irəliyə daşıyacaq bir şey çıxa bilir. Gələcək hissəsini mücərrədləşdirsək, hər zaman üçün o ezoterik olan hissənin bizə daha çox fayda təmin etdiyini düşünürəm. Ki bunu danışanlarımda da, keçmişdə etdiyim açılımlarda da, ətrafımda etdiyim açılımlarda da həmişə görə bilirəm. Bir insanın geri dönüb dönməməsi o qədər də əhəmiyyətli olmur. Amma o münasibətdəki sizin yerinizi görmək, o münasibətin sizə qatdıqlarını, qatmadıqlarını, sizdən aldıqlarını görmək ya da bir iş həyatında, karyera mənasında düşündüyünüzdə bir işin olub-olmadığını bilməkdənsə, o işin sizə nə verə biləcəyini, sizə nə göstərdiyini cavablamaq insanlara hər zaman çox daha yaxşı gəlir. Bunu təcrübə edərək onsuz da gördüm. Şəxslərə bir baxış bucağı qazandırmaq, yeni bir müşahidə gücü qazandırmaq və ya fərqli bir seçənəyi onlara göstərmək hər zaman üçün çox daha yaxşı gəlir. Beləliklə, burada son cümlə olaraq artıq yekunlaşdıracağam yavaş-yavaş. Biraz dağınıq danışdım, bilirəm, amma ümid edirəm zehninizdə bir şeylər oturub. Tarot bildiyimiz mənada qətiyyən bir fal deyil. Gələcəyi göstərməz, sizə gələcəyi söyləməz, sizə gələcək haqqında ehtimal olunan ssenariləri çıxardar. Bu ssenarilərin gerçəkləşməyəcəyi qəti bir şey deyil. Sizə sadəcə fərqli yollar, fərqli baxış bucaqları, fərqli qazanclar verər. Bunları istifadə etmək və ya etməmək, ya da bunlara görə hərəkət etmək tamamilə sizin öz seçiminizdir.
Tarotu burada sadece bir köməkçi olaraq düşünə bilərsiniz. Dediyim kimi, biraz dağınıq danışdım. Amma sizlərin də bu mövzudakı fikirlərinizi eşitmək istərəm. Şərhlərdə mümkün olduğunca detallı bir şəkildə yaza bilərsiniz. Sizlərdən ricam, bəzən görə bilirəm, təhqir boyutunda ya da fərqli tərzdə şərhlər gələ bilir. Burası onsuz da bir müzakirə yeridir. Sadəcə bu mövzudakı fikrinizi yaza bilərsiniz. Onlara görə yeni bir video daha çıxara bilərəm, yeni bir podkast daha davam etdirə bilərəm. Bir də bunu bəyəndinizsə bildirsəniz çox gözəl olar. Çünki sizdən gələn reaksiyaya görə bu podkast seriyasını davam etdirib daha fərqli mövzular da edə bilərəm. Bunu da keçək. Özünüzə çox diqqət edin. Yaxşı bir həftə keçirməniz diləyi ilə. Sağ olun.